Ölkə başı İlham Əliyevin gözünə bu idmançı qızı yaman soxuşdura bildilər ha. Öz aramızdır. Cənabın özünün də ağzının suyu axdı. Ну, в ближайшие Европы, дай бог, удачно девочки выступят. Вот Лида, Как всегда, ваша главный помощь представитель. нужна, да. Елизавета. Она у нас Да. основной сейчас Да? игрок там, да. Надеемся. Как вы команде? Она сейчас в Ленинградке, в России, но за нашу сборную, да. Özü əl uzadır, yaman süzür. Ötən günlərdə İlham Əliyevlə bəzi idmançıların görüşü təşkil olunmuşdu. Rafael Ağayev kimi 7 qat dünya çempionu və digər əsl idmançılar kənarda qalmışdılar. Onlar çağırılmadılar. Əvəzində İdman Nazirliyinə yaxın olan idmançılar çağırıldı. İlham Əliyevlə görüşdürüldü. Onlardan da biri bax bu qız idi. Deyəsən prezidentin zəif yerini bilirlər ha, idmançı qızlara meyilliyini. Prezident olmamışdan əvvəl idmançı qızlarla çox hoqqalardan çıxıb. Bilən bilir. Xəbərim yoxdur. Bu qız o görüşdən sonra İlham Əliyevlə təhbətək də görüşür, yoxsa yox? Yalan bir xəbər verə bilmərəm. Amma bu video bizə çox şey dedi. Rafael Ağayev kimilərini çağırmırlar belə görüşlərə. Çünki idmançıların problemlərini dilə gətirir. Keçənlərdə gördüm ki, Rafael Ağayevi öz tədbirinə Dövlət Mühafizə Xidmətinin rəisi Fərid Əskərovun qardaşı Əli Əskərov çağırıb. Arpaçay İdman Klubunun tədbirinə. Rafael və bu kimi qeyrətli idmançılara sahib çıxın. Bəzi idmançılar hətta ölkəni tərk edib qaçırlar. Əli Əskərov, qardaşım Fəridə denən ki, İlham Əliyevə İdman Nazirliyində baş verən biabırçılıqları danışsın. İdmançıların problemlərini dilə gətirsin. Axı Fərid müəllimin özü də idmançıdır.